Deməli, məsələdə verilib ki, mis SO4 məhluluna dəmir lövhə salınan zaman lövhənin kütləsi 4 qram artmışdır. Bu zaman neçə qram mis ayrılar və misin və dəmirin ayırları verilib. Bu zaman reaksiyanı yazırıq. Mis SO4 üstə gəlsin dəmir. Metalların aktivlik sırasına görə dəmir misi əvəz edir. Dəmir SO4 üstə gəlsin mis. Reaksiyanı əmsallaşdırmağa ehtiyac yoxdur. Görürük ki, əmsallar düzdür. Deməli, birinci dəmir lövhə var bizdə, 56 qramdır. Daha sonra dəmir lövhənin üzərinə mis yığılır. Yəni 64 qrama çevrilir. 56 qramdan 64 qrama gələndə gördüyümüz kimi 8 qram artım var. 8 qram artım olan zaman 64 qram mis alınmışdırsa, məsələdə deyilir ki, 4 qram artmışdır. Lövhə artan zaman nə qədər mis ayrılar? 4 qrama da yazırıq x qram. Buradan da x-i tapanda 2 dəfə azalır, yəni 32 qram. 8-dən 4-ə gələndə 2 dəfə azalma var, 64-dən də 2 dəfə azaldırıq. 32 qram.